ana qız Dövlət İmtahan Mərkəzinə təlimə gedirik. Görək bizi hələ ora qəbul edəcəklər uşaqla. Bugün belə gəzinti ilə təlimə getməyi seçdik. Əkizlərə görə biz Zeyno buradan. Əkizlərə görə uzun müddətdir ana qız gəzintisini dayandırmışdıq. Bugün təzədən başlamışıq. İnşallah Dövlət İmtahan Mərkəzinə təlimə gedirik. Ondan sonra bəzi yerlərə getmək fikrimiz var. Evdən ana qız çıxa bilmirdi. Amma metro ilə, avtobusla gəzinti nəyə desəz dəyər. 38 nömrəli marşrutumuz gəldi. Gedirik İmtahan Mərkəzinə. Təlimə vaxtından tez gəldiyimizə görə orada gözləmək istəmədik. Qərarı aldıq ki, yaxınlıqdakı rahat marketdə gəzək, görək dostlarımız üçün əlavə hansı məhsulları alıb sınaya bilərik. 2 dən yox, 1 dən yeni məhsul tapmışıq hələ ki. Zeyno göstər baxaq yeni məhsula. Onu göstər. Bundan dostları yolka hazırlayacaq. Ona görə almışıq. Bu isə bizə yeni məhsul oldu. Ona görə də bunu aldıq ki, evdə sınayaq. Həm də çəkiliş üçün belə bir yeni məhsula rast gəldi. Həm də endirimdədir qiymətləri. Bunlardan da alıb sınamaq qərarına gəldik. Baxın belə sosiskalı, pendirli, ikili qarışım da var. Və belə krablı və bu nədir? Smetanlı qarışım da var. İndi görək, qərar verək. Birini götürək, dostlarımız üçün sınayaq, dadına baxaq. Mağazada belə şirin mimilər gördük. Çox qəşəngdir. Bizə maraqlı olan bir neçə məhsulu aldıq. Sınayacaq və sizin üçün də çəkiliş eləyəcək. İndi tələsirik Dövlət İmtahan Mərkəzinə təlimimiz başlamaq üzrədir. They have bigger brains than humans. Dolphins are very sociable and have their own ways to communicate with each other using special sounds. Çoxdandır Zeynoşa söz verirdim ki, səni Gənclik mola gətirəcəm və burada vaxt keçirdəcək. İndi təlimdən çıxmışıq. Qərar verdik ki, elə həmən sözü tutmaq vaxtıdır və Zeynoşla gedək Gənclik mola. Və biz Zeynoşun arzusu ilə artıq Gənclik moldayıq. Burada belə şirin stendimiz var. Burada bizim məşhur Libraf. Götür dinlik hele. Zeynoş üçün belə burger, kola və kartof götürdük. Mən də özümə İskəndər sifariş elədim.